Bugün 21 iyun 2026-cı il 1977-ci ildə Nizami Gəncəvi adına Şəftaxal kənd orta məktəbini qurtarmış o gənclərin toplantı günüdür. Toplaşmaqda məqsədimiz 50 ildən sonra bir daha uşaqlıq illərimizi yada salmaq, onları xatırlamaq, keçmiş günləri yad eləmək olub. Bu başdan hər birinizə təşəkkür edirəm. Sayıb, necə deyirlər, vaxt ayırıb gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun. Həmişə belə mehriban olun, həmişə belə xoş olun. Bir halda ki, saat əqrəb istiqamətindən başlayayım, yoxsa əksinə başlayayım. Hər halda xanımlara söz vermirəm. Birinci elə yanımda duran bu xanım özünü təqdim eləsin. Mənim qərib babam Məlahət Nəsrəddin. Maşallah. Məlahət xanım çox uzaqda olurdu məktəbdən. Mən Qarabağdan gəlib çatırdım. Məlahətdən tez gəlirdi. Ay sağ ol. Siz? Mən Bunyatova Emas Kirət qızı. Ay maşallah. Mən çox şad oldum, çox sevindim. Allah'a hamd olsun, çox yaxşı. Siz? Mən də Bunyatova İsmində İzzət qızı. Çox sevinirəm. Minnətdaram sizlərə. O illəri bizə yaşadığınıza görə çox sağ olun. Minnətdaram. Çox gözəl. Çok sevindim. Mən gecən yatmamışam, Allah'a hamd olsun. Çok şad oldum bu kızları, oğlanları görmeye. Yine bildim anadan indi olmuşam. Allah da yapar. Ben de çok Güzel değil mi? Allah sağlığı sağ eləsin, Allah köməyində olsun. Bizi böyle Kerim teşekkür ederim. Çok bam. Ben de çok sevinirəm. Okumamışam elə. Nəticə yürüşmüşük. Kaş ki biz 5 il bundan qabaq olaydı. Amma birbirimizi onda çok yaxşı tanıyardı. Elə indi də Yerdə olsa geydi. bir yere yığışmışız. Allah'ın musabdan sağ olun. Ben de sevinirəm ki, kampanya yürütmüşük. Hasretten oldum. Sağ olun. Çok sevindim. Çok sağ olun. Bizi bir yere Sağ olun. Əsas səbəbkardır. Sənin Allah canlıları Sən bizi bir yerə yığırsan. Sağ ol. Rafalı çok Çox sağ ol. Səbəbkarsınız. Sağ ol. Mən də elə kimi görürüm. Öyrəşim. Ben de gördüm. Teşekkür ediyorum. Çok sağ olun. Ablalar. İştiraklarına minnettarım. Hoş geldin. Sağ ol Süleyman. Zəhmət çəkmisən. Təşəkkür harbi. Mənim burada mənə təşəkkür eləməyin heç bir mənası yoxdur, əhəmiyyəti də yoxdur. Mən sizə təşəkkür edirəm, çünki tək əldən səs çıxmazdı. Əgər siz özünüz gəlib burada iştirak eləməsəydiniz, maddi və mənəvi imkanları bir-bir üst-üstə gərək düşə hamının düzdür, çətindir burada insanlar. Bir daha təşəkkür edirəm, hər birinizə minnətdaram. Qoy bu nostalji his bir daha xatırlansın. İnşallah Allah imkan versin, Allah necədir, ömür versin. Bir də görüşəyin. Əsas məqsəd bu hazırlıq qrupudur. Elə bir ki, hazırlığa gəlmişdə. İnşallah gələn il 50 ildə kəndə yığılışarıq. Ya indi hər halda məktəbi yad eləyərik, məktəbə gedərik. Bu bir nostalji hissdir. Bir daha hər birinizə təşəkkür edirəm. İcazənizlə bunu da qoyum statusa, qoy necədir, statusa yox, daha doğrusu qrupumuzda qoy baxmayan, necə deyirlər, imkanı olub kənddən bura gəlməyənlə başqa yerdə olan yoldaşlar da görsünlər bizi, yad eləsinlər, daha doğrusu onlar da qoşulsun bizə. Bir daha təşəkkür.